Attraksiyonların istismarı ilə məşğul olmaq istəyən sahibkarlar İqtisadiyyat Nazirliyindən lisenziya almalıdır. Bunun üçün işçilərin müvafiq ixtisas sənədləri, yüksəklikdə işləyənlərin icazəsi və normativ texniki sənədlər tələb olunur. Həmçinin fəaliyyət göstərəcəyiniz obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlər və obyektin qeyri-yaşayış sahəsi olmasına dair müvafiq çıxarışı olmalıdır. Müraciətinizi Asan Xidmət Mərkəzləri, KOBEV-ləri və onlayn portal vasitəsilə təqdim edə bilərsiniz. Daha sonra Fövqəladə Hallar Nazirliyi lisenziyanın verilməsi ilə bağlı rəy bildirir. Bütün sənədləriniz qaydasındadırsa, verilən rəy müsbətdirsə, növbəti addım kimi dövlət rüsumu ödənir və lisenziya əldə edirsiniz.